Salam, bu günləri heç yanda dadına baxa bilməyəcəyiniz duzlu çubuqlar hazırladım. Siz də hazırlayın. Keçək hazırlamağına. Çox dadlıdır. Abunə olub, like qoyun. Video xoşunuza gəldisə, dostlarınızla paylaşmağı unutmayın. Mənə lazım olan ərzaqlar: un, süd, yağ, yağı əritmişəm, şəkər, maya, quru maya, duz və bir yumurta. Başlayaq hazırlamağa. Südün də üzərindən qalan ərzaqlarımı əlavə edirəm. Duzu, yumurtanı, maya, şəkər, yağımı, unumu da əlavə edirəm və xəmir yoğururam. Həmişə olduğu kimi video aşağısında tam dəqiqliyinə resepti paylaşacağım. Düz 250 qram un idi və yoğururam. Xəmir hazır oldu. Bu şəkildə olmalıdır. Yapışmır ələ. Yəni unu sonra əlavə etməyin. Hazırlasaz tam dəqiqliyinə reseptlə hazırlayın. Baxın, bu şəkildə çox qəşəng xəmir olur. Ələ yapışmır. Yumuşaqdır. Çox. Elə axır. Yəni qatı olmamalıdır, bərk olmamalıdır. Xəmirləri hissələrə bölürəm. Elə qəşəng 2 yerə bölürəm. Ondan istifadə etmirik. Çünki yapışmır. Baxın, gördüyünüz kimi. Belə balaca toplar eləyirəm. Hardasa 25 qram olur. Belə balaca toplar olur. Bu şəkildə eləyib, kənarda saxlayıram. Hardasa bir 10 dəqiqə. Biraz özünə dinlənəndən sonra, xəmir özünə gələndən sonra onları hamısı belə uzun qəşəng açacağam. Çox gözəl xəmirdir, əldən oynayır. Baxın, bu şəkildə hazırladım. Yəni xəmirləri dediyim kimi 25 qram hərəsi 25 qram. Belə az belə açdım. Bu şəkildə şəkilləndirmədim də hələ. Üstünü sadəcə kulakla bağlayırıq salafanla. 10-15 dəqiqə dinləndirirəm bu şəkildə. 10-15 dəqiqədən sonra hazırlayıram. Və qabaqcadan da sobanı yandırmaq lazımdır. 180 dərəcədə hardasa bir 10-15 dəqiqə hazır olacaq. 10-15 dəqiqə dinləndi xəmir. Yəni bəs eləyir, kənarda saxlayıb şişsin, eləsin lazım deyil. Bizə lazımdır ki, belə qəşəng çubuqlar alsın. Yəni çörək bişirmirik də, onu demək istəyirəm. Bu şəkildə. Qabaqcadan da listi hazır eləmişdim. Listimizin uzunluğuna görə məndə bu arıq alındı, problem deyil. Tam idealini də, yəni demək deyil ki, idealini hamısını belə akuratla olsun. Pişəndə səliqəli olsun. Pişəndə çox qəşəng olacaq. Əsl həmin duzlu çubuqlar kimi. Mağazada satılan duzlu çubuqlar kimi. Özü bol alınır. Bu şəkildə hazır oldu. Qızlarım da gəlib kömək elədi. Siz də uşaqlarınızdan bir yerdə hazırlayın. Maraqlı olur. Yəni belə qəşəng alınır. Bu şəkildə belə uzun qəşəng hamısı nə qədər ki hazırlamışdım, o qədər də tam yerləşir. Bunun, yəni istəsəz belə uzun qalsın da, xırt həmin bu çörəklər uzun. İstəsəz belə bu şəkildə tam ortadan ya əlimizlə ya da ki belə eləmək olar. Tam polavini əzirik. İşte bu pişəndən sonra rahat olsun bizə belə sındırmaq. Bu şəkildə ortadan əzirik. Baxın, istədim tam ortadan olsun, belə biraz kriva getdi, olsun, problem deyil. Evdədir, qızım demişkən, biz robot deyilik, insanıq. Ona görə o deməkdir ki, hamısı belə tam super idealini alınmalıdır. Bu şəkildə hazır olandan sonra yumurtanın sarısı ilə qəşəng sarı sürtürəm. Üzəriləri belə qəşəng yumurta sürtürəm. Yumurtanın sarısını üzərinə sürtdüm. Sonra məndə burada ağ küncüt, bir də qara çörək otu var, qarası. Fərq eləmir, yəni evdə nə varsa üzərinə qaçışdırım, elə qəşəng səpim. Bol eləyin, faydalıdır. Uşaqlar deyəndə, siz deyəndə faydası çoxdur. Hazır oldu. Sobada 180 dərəcədə 10 dəqiqəyə hazır olur. Sobanı qabaqcadan yandırın ki, isti olsun.
Çubuqlarım tam 15 dəqiqəyə hazır oldu. Demişdim ki 10 dəqiqəyə qoyun, amma qabaqcadan sobanı isti eləmək lazımdır. Mən istədim ki belə qızarsın, biraz belə xırt-xırtlı olsun. Ona görə 15 dəqiqə tam bəs eləyir. Baxın nə qəşəng çubuqlarım oldu. Dediyim kimi ortadan ki bölmüşdüm, rahat. Yəni belə istəsəz uzun-uzun saxlayın. Necə istəyirsiniz. Partilərdə yaxşı deyim, belə stakanlara qoymağa, qonaqlıqda bu şəkildə. Ortadan bölürük. Çox dadlıdır. Xırçıtlamasını yəqin siz də eşitdiniz. Çox dadlıdır. Yəni mağazada satılan duzlu çubuqlardansa bunu siz özünüz hazırlayın. Həm içini bilirsiniz nə ingrediyentlər gedir, ərzaqlar. Yəni və çox tez başa gəlir. İstəyə görə, yəni duzunu da çox əlavə edə bilərsiniz. Daha çox duzlu olsun. Mən orta elədim. Yəni dediyim kimi hazırlasaz, yeməklə də bunu yeyə bilərsiniz. Çox qəşəngdir. Yəni hansısa bir sousu nəyəsə batırıb yeyə bilərsiniz. Siz də hazırlayın. Nuş olsun.